Recording in progress. Ama şey olsun, Türkan Hanım bu ses gelmiyor. Axşamınız xeyir olsun. Doktor, axşam 8-də başlayacaq, yəni narahat olmayın, gələcək. Oldu çok sağ ol. Nasıl? Alo, koşuyorsunuz siz? Aha, tamam, oldu. İşte. Sen bana kadar bir musibet.
Sakon. Doktor, bəlkə bütün hamının mikrofonunu bağlayasınız. Türkanlı necə eləyirik? Onu mən də bilmirəm. Çünki Bir dəfə arada eləmişdim əslində, amma yadımda deyil. Bir dəfə eləmişdim, amma yadımda deyil. Ha, tamam. Yüze yakın ülkenin resimleri bir an akıllı. Hepsinin de bir bombası. Hamı hazırsa başlaya bilərik. Hörmətli həkimlər, dəyərli kolleqalar, hər birinizin axşamı xeyir olsun. Bugün onlayn iştirakçı sayımız çoxdur. Təkrardan özümü təqdim edim. Mən Natəvan Tağzadə, Azərbaycan Kardiologiya Cəmiyyətinin Gənc Kardioloqlar işçi qrupunun rəhbəriyəm. Və adəti üzrə hər həftədə bir dəfə biz bu onlayn seminarları keçiririk. Sizləri aktiv olmağa və hər həftədə bir dəfə bu seminarlara qoşulmağa dəvət edirəm. Bugün bizim mövzumuz protez qapaqların müasir diaqnostikasıdır, müasir idarə olunmasıdır. Çıxışçımız Gənc Kardioloqlar işçi qrupunun üzvü Türkan doktor olacaq. Moderator qismində isə Türkiyədən bizə qoşulan Gülnar doktor olacaq. Buyurun Türkan doktor, hazırsınızsa başlayaq və sizdən xahiş edirəm hər kəs öz mikrofonunu bağlasın. Buyurun. Çox sağ olun Natəvan doktor. Sizə də təşəkkürümü bildirirəm. Belə bir layihə irəli sürmüsünüz. Mövzunun adı ürəyə verilən ikinci şans, protez ürək qapaqlarının müasir idarə olunması. Bacardığım qədər görüntüləmə və hissəsinə də, qayıtların hissəsinə də toxunacağım. Gülnar doktorla birlikdə inşallah. Şeyim gətir bir dənə qoyum. Köynəmizin birini gətir, təzəni söylüyorum. Doktor, Marif doktor, zəhmət olmasa mikrofonu bağlayarsınız. Yəni bunu mən əslində eləyə bilərəm, amma hardan eləyirəm bilmirəm. Gülnar doktor ilə birlikdə inşallah eğitici bir seminar olar deyə düşünürəm. Başlayaq. Əvvəlcə başlayaq protez ürək qapaqlarının təsnifatı. Təsnifatına görə 3 qrupa bölünür. Mexaniki qapaqlar, cərrahi bioloji qapaqlar, transkateter bioloji qapaqlar. Mexaniki qapaqların da öz növləri vardır. Bunlardan biri Ballenkeg, nümunəsi Start Edwards'dır. Single tilting, nümunəsi Medtronic'dir. Bileflet mexaniki qapaqlar, nümunəsi Carbomedics və Jude Medical'dır. Cərrahi bioloji qapaqlara ksenograflar aiddir. Bunlar da porsain və bovine olaraq iki qrupa bölünür. Donuz qapağı və inək perikardı. Daha sonra homograft və autograft. Autograftda Ross proseduru aiddir. Ross proseduru nədir? Deməli, xəstənin pulmonar qapağı çıxarılır, art pozisiyasına yerləşdirilir, pulmonara isə homograft yerləşdirilir. Transkateter bioloji qapaqlar, bunlar balloon expandable, self-expanding, intraanulyar olur.
Bunu da demək istəyirəm ki, cərrahi bioloji qapaqlardan ksenoqraflar stentli və stentsiz olur. Hal-hazırda stentli növündən daha çox istifadə edirik. Bəs xəstədə mexaniki və yaxud bioloji qapaq seçiminə təsir edən amillər nələrdir? Gəlin onları nəzərdən keçirək. Birinci amilimiz yaş amilidir. Gənc xəstələrdə əsasən mexaniki, yaşlı xəstələrdə bioloji qapaqlar üstünlük təşkil edir. Gözlənilən ömür müddəti, uzun ömür gözlənilən xəstələrdə mexaniki protez qapaqlar daha uyğun ola bilər. Həyat tərzi INER monitorinqinə uyğunluq və xəstənin həyat tərzi nəzərə alınmalıdır. Qanaxma riski, yüksək qanaxma riski olanlarda bioloji qapaqlar üstün tutulur. Tromboembolik risk, uzun müddətli antikoagulyasiya ehtiyacı qiymətləndirilməlidir. Hamiləlik ehtimalı, hamiləlik planlayan qadınlarda bioloji qapaqlar daha məqsəd uyğundur. Xəstənin seçimi, məlumatlandırılmış xəstənin qərarı mütləq nəzərə alınmalıdır. Gözlənilən ömür müddətinin qiymətləndirilməsi dedikdə yaş, cins, yanaşı xəstəliklər, etnik mənsubiyyət və coğrafi bölgə üstünlük təşkil edir. Protez qapaq funksiyasının qiymətləndirilməsində vacib klinik və ekokardioqrafik göstəricilər vardır. Gəlin birinci başlayaq kliniki məlumatlardan. Qapaq əməliyyatının, yəni protez qapağının yerləşdirilməsinin tarixi, protez qapağın tipi və ölçüsü, boy çəki və bədən səth sahəsi, yəni BCA, simptomlar və əlaqəli kliniki əlamətlər, arterial təzyiq, nəbz. Keçək ekokardioqrafiyada nələrə fikir verməliyik? Bunu deyim ki, əvvəlcədən mexaniki qapaqlarda biz yarpaqçıqları okuderlər adlandırırıq, bioloji qapaqlarda isə bunları lefritlər adlandırırıq. Yarpaqçıqların və ya okuderlərin açılıb bağlanması, yarpaqçıqlarda qalınlaşma, kalsifikasiya və ya protezin müxtəlif hissələrində və yaxud ona yaxın sahələrdə anormal exogen sıxlıqların olub-olmaması, bu sıxlıqlar nə ola bilər? Kütlə, tromb, vegetasiya. Qapağın tikiş halqasının swing ring və ya stent karkasının bütövlüyü və stabilliyi, tikiş halqasının və ya stent karkasının mövqeyi, axın sürəti siqnalının konturu, pitch sürət və pitch təzyiq qradiyenti, orta təzyiq qradiyenti, axının VTI'si, daha sonra Doppler velocity index, aort protez qapaqlarında acceleration time-ın ejection time-ə nisbəti, mitral və trikuspid qapaqlarda isə pressure half time, yəni PHT, daha sonra effektiv orifis alanı, regurgitasiyanın olub-olmaması, lokalizasiyası və ağırlıq dərəcəsi. Bunlar fikir verəcəyimiz əsas parametrlərdir. Bundan əlavə digər parametrlər də vardır ki, bunlara da fikir verməliyik. Sağ və sol mədəciyin ölçüləri, funksiyası, hipertrofiyası, sol və sağ qulaqcığın ölçüləri və funksiyası, yanaşı qapaq xəstəlikləri, pulmonar arterial təzyiqin qiymətləndirilməsi, venöz axın nümunəsi. Mitral qapaq üçün pulmonar vendə buna fikir veririk, trikuspid qapaqda isə hepatik vendə fikir verəcəyik bu axınlara. Bu şəkil nəyi izah edir bizə? Bilefrit mexaniki qapaqlarda normal axın dinamikası və fizioloji washing jetlər. Belə baxanda əvvəlcə çox qarışıq bir şəkil kimi görünə bilər sizə, amma izahdan sonra görəcəksiniz ki, yəni çox aydın bir şəkildir və exoda fizioloji və patoloji jetlərə aid etmədə bu bizə çox köməkli göstərəcək. Gəlin əvvəlcə şəklin sol hissəsinə baxaq, yəni A və C. Bu sistol fazında aort pozisiyasında yerləşdirilmiş bilefrit mexaniki qapaqdır. A-da biz buna yandan baxırıq, amma C-də yuxarıdan baxırıq. Bilefrit mexaniki qapaqlarda oxla göstərdiyim sahə, bura mərkəzi sahədir. Buradan çıxan jetə mərkəzi jet deyilir. Qıraqdakılar isə lateral sahədir və buradan çıxan jetlər lateral jetlər adlanır. Deməli, burada effektiv orifis alanı dar olduğu üçün, bu sahə ümumiyyətlə dar olduğu üçün mərkəzi sahə. Buradan qan çox sürətlə keçir. Qan sürətlə keçir, daha sonra aortanın sinuslarına dəyir və burulğanlı axın yaradır. Bu burulğanlı axın vortex adlanır. Vortex sözünün mənası özü burulğanlı axın deməkdir.
Yəqin ki, protez qapaq qoymuş xəstəyə hamımız baxmışıq. Burada kolor gördükdə aortaya bir kolor qoyduqda EXO-da aortaya bir burulğanlı axın görürük. Bax, həmin axının fizikası budur. Vortex adlanır bu. Daha sonra keçək şəklin sağ tərəfinə B və D. Bura diastol fazında baxırıq biz indi aortaya. Deməli, ümumiyyətlə onu demək istəyirəm ki, heç bir mexaniki qapaq tam hermetik deyil. Buna görə də biz kiçik fizioloji jetlər görürük. İki növ jet müşahidə olunur. Biri Leakage regurgitan jetləri, buna closing volume jetləri də deyilir. İkincisi isə hinge floor washing jetlər, oxlarla göstərilib burada. Washing jetlər adlanır bunlar. Ümumiyyətlə, lefletlərin bağlanması hinge adlanan sahədə baş verir, bu sarı oxda. Bu sahədə baş verir. Lefletlərin açılıb bağlanmasını isə menteşe təmin edir. Bu menteşedə, yəqin ki, bu qabarıqlığı hamı görür. Hinge gaps yazılıb bura. Bu qabarıqlığı hamı görür. Bu mikroskopik çıxıntılardır. Deməli, burada bu çıxıntıları qan yuyur, qoymur ki, burada durğunluq yaransın və burada mexaniki qapaqda tromb, bu hissədə tromb yaranmasının qarşısını alır. Deməli, şəkildən də gördüyümüz kimi washing jetlər, yəni hinge flow jetlər simmetrik olur, nisbətən başlanğıc hissəsi dar olur, daha sonra isə genişlənir. Bu şəkil nədir? Burada biz mexaniki qapağın özünü görürük. Gəlin baxaq nəyi var. Tikiş halqası var, orifisi var. Daha sonra burada dar orifisdir. Buradan bildiyimiz kimi mərkəzi jet çıxır. Bu yanlardan lateral jetlər çıxır. Orifis diametri var. Bir də toxuma annulus diametri var. Baxın, qapaqların üzərində ölçü verilir. Məsələn, götürək, bizdə model 19 mm qapaq ölçüsü verilib. Bu ölçü toxuma annulusun diametridir, orifisin diametri deyil. Yəni, bunu nəzərimizdə saxlayaq. Deməli, əgər, məsələn, bizim misalımızda 3 dənə eyni ölçüdə qapaq verilib. Qapaqlarımızın ölçüsü eynidir. Bu o demək deyil ki, bizim effektiv orifis alanımız eynidir. Qapaqların ölçüsü eyni olsa da effektiv orifis alanlarımız fərqli olur. Və effektiv orifis alanımız nə qədər geniş olarsa, bizim qradiyentimiz bir o qədər aşağı olacaq və protez xəstə uyğunsuzluğu, yəni mismatch daha az rast gəlinəcək. Birinci baxaq, 19 mm qapaq Masters. Deməli, burada qan axınında onun 56% iştirak edir. İkincisində Masters HP 72%, üçüncüdə isə 84%. Bu üç qapaq içərisində 84%-də effektiv orifis alanımız daha geniş olacaq, qradiyentimiz daha aşağı olacaq və mismatchimiz daha az olacaq. Bu şəkildə göstərilən oxlarla bizim simmetrik washing jetlərimizdir. Həmçinin burada da. Fikir verirsinizsə, başlanğıc hissəsi dardır, daha sonra genişlənir. Bu özü isə mərkəzi jetdir. Daha sonra art pozisiyasında bir leflet mexaniki qapaq implantasiya olunubsa, burada pressure recovery dediyimiz bir anlam var. Nədir bu anlam? Biz dedik ki, siz mənim oxu görürsünüz, Natəvan doktor, yoxsa necə? Görsənir. Tamam. Effektiv orifis alanı, dar sahə dediyimizdə bu mərkəzi sahə nəzərdə tuturuq. Qan bu sahədən keçdikdə yüksək sürətlə keçir, amma təzyiq aşağı olur. Yüksək sürətlə keçdikdən sonra, daha sonra bu birisi nahiyələrdə artıq sürəti yavaşlamağa başlayır və kinetik enerjinin bir hissəsi çevrilir təzyiq enerjisinə. Buna pressure recovery deyilir. Pressure recovery-in bizə mənfi cəhəti nədir? Mexaniki bileflet qapaqlarda yüksək Doppler qradiyenti verir. Bu da hər zaman stenoz demək deyil. Bu pressure recovery səbəbindən yaranan bir qradiyentdir. Ən çoxda nə vaxt olur? Əgər asenla aortun ölçüsü 3 cm-dən kiçikdirsə, bileflet mexaniki qapaq varsa və kiçik orifisli protez qapaq varsa, ən çox pressure recovery onda görəcəyik biz.
Bioloji protez qapaqlarda fizioloji requrtasiya nələrdir? Deməli, normal bioloji qapaqlarda kiçik requrtaj ejetləri müşahidə olunur. Stentsiz bioloji qapaqlarda, xüsusilə də homoqraflarda və autoqraflarda kiçik requrtaj ejetləri stentli qapaqlara nisbətən daha çox rastlanır. Bunlar normal protez funksiyasını əks etdirirlər. Patoloji protez qapaq jetləri hansılardır? İki formada olur. Bir mərkəzi santral jetlər, daha çox bioloji qapaqlarda olur. Bir də paravalvulyar jetlər. Hər iki qapaq tipində müşahidə oluna bilir. Bu bioloji qapaqlarda fizioloji jetdə ağ oxla göstərilir. Mən də bir daha keçirəm üstündən. Burada və burada. Aort səviyyəsinə implantasiya olunmuş bioloji qapaqdır. Gəlin baxaq, protez qapaq disfunksiyası hansı qruplara bölünür? Protez qapaq disfunksiyası 4 əsas qrupa bölünür. Birinci qrup struktur qapaq degenerasiyası, ikinci qrup qeyri-struktur qapaq degenerasiyası, yəni disfunksiyası, üçüncü protez qapaq endokarditi, dördü isə tromboz. Struktur qapaq degenerasiyası dedikdə, deməli, protez qapağın özündə baş verən daimi və geri dönməyən dəyişikliklərdir. Burada əsas problem qapağın özündə olur. Buna nəyi misal gətirə bilərik? Mexaniki aşınmanı, sonra yarpaqçığın cırılması və yaxud zədələnməsini, yarpaqçıq fibrozlaşmasını, yarpaqçıq kalsifikasiyasını, stent və ya Mən hara gəlim mənə deyim. stent və ya sturların Sən özü 2 mərtəbə binalar. Zəhmət olmasa mikrofonu bağlayardınız, dəyərli doktorlar. DG orada. Mikrofonu bağlayın, zəhmət olmasa. Struktur pozğunluqlar bioloji qapaqlarda mexaniki qapaqlara nisbətən daha çox rastlanır. Bunun da səbəbi bioloji toxumalardan istifadə olunmasıdır ona görə. Bir də onu bildirim ki, bioloji qapaqlarda kalsifikasiya və yaxud yarpaqçıq cırılması əsasən yarpaqçıqlarda və stent hissələrində müşahidə olunur. Qeyri-struktur qapaq disfunksiyası. Burada qapağın özündə problem olmur, lakin protez funksiyasının pozulmasına səbəb olan hallar vardır. Bu hallardan ən geniş yayılanı və ən əhəmiyyətlisi protez qapaq uyğunsuzluğu və yaxud misməçi deyilir. Misməçdə nə olur? Normal işləyən protez qapağın xəstənin bədən ölçüsünə nisbətən kiçik olması baş verir və yüksək transvalvulyar qradiyent yaranır. İkinci qeyri-struktur qapaq disfunksiyasına səbəb olacaq hal paravalvulyar qaçaqdır. Cərrahi qapaqlarda tikiş halqasının dehisyensi nəticəsində PVL görə bilirik. Transkateter qapaqlarda stent karkasının yerli toxumaya tam oturmaması nəticəsində PVL görə bilirik. Dehisens ciddi ağırlaşmadır. Daha çox aortal qapaqlarda rast gəlinir. Dehisens üçün risk faktorlarımız nədir? Bildiyimiz kimi ən birinci yerdə bakterial endokardit durur, daha sonra cərrahi texnika, daha sonra qalxan aorta anevrizması, degenerativ qapaq çatışmazlığı, yerli qapağın ağır kalsifikasiyası. Son zamanlar TAVI proseduru bizim ölkədə də daha yayılıb. TAVI-dən sonra PVL yaradan əsas səbəblər nələrdir? Gəlin onlara baxaq. Qapağın ölçüsünün düzgün seçilməməsi, yarpaqçıq və yaxud anulusun iri kalsifikasiyası, qapağın natamam açılması və yanlış implantasiya dərinliyi. Digər qeyri-struktur səbəblər nədir? Panus səbəbindən yarpaqçıq hərəkətinin məhdudlaşması, implantasiyadan sonra ürək boşluğunun genişlənməsi, qapaq embolizasiyası. Gəlin baxaq, yaxşı, panus nədir? Anus ətrafında inkişaf edən fibroz toxumadır. Yarpaqçıqların hərəkətini məhdudlaşdırır və qeyri-struktur qapaq disfunksiyasına səbəb olur. Mexaniki və bioprotez qapaqlarda eyni tezlikdə rast gəlinir. Mitral mövqedə risk artan mövqedən 3 dəfə yüksəkdir. Panus həmçinin trombda da birlikdə rast gəlinə bilər. Dedik ki, qeyri-struktur qapaq disfunksiyasının əsas səbəbi protez qapaq uyğunsuzluğu misməçdir. Artal pozisiyada misməçə baxaq, daha sonra isə mitrala keçəcəyik. Protez xəstə uyğunsuzluğu nədir? Protez artal qapağın effektiv orifis sahəsi, yəni EOA-sı xəstənin bədən ölçüsünə və normal qan axının tələbatına görə çox kiçik olduqda yaranır.
Qapağın strukturunda heç bir patoloji görməyəcəyik. Qapaq strukturu tamamilə normaldır. Yarpaqcıqlar normal hərəkət edir. Effektiv orifis alanı da normaldır. Burada bizim üçün əsas olan göstərici indekslənmiş effektiv orifis alanıdır. Onu da necə tapırıq? Effektiv orifis alanını 5 sayıya bölürük. Mismatchdə nə baş verir? Transvalvulyar sürət artır, qradiyent artır və funksional stenoz yaranır. KT-də bunu necə görəcəyik? Xəstəni KT-yə saldıqda yarpaqçıqların normal hərəkətini görəcəyik, protezin ölçüsünün normal olduğunu görəcəyik, stent giriş sahəsi normaldır. Həmçinin burada tromboz, kalsifikasiya, pannus, qapaq obstruksiyasını da görmək olar. Vacib 2 məqama toxunmaq istəyirəm burada mismatchdə. Birincisi, mismatch həmişə yüksək qradiyent yaratmır. Əgər axın aşağıdırsa, low flow axın varsa, mismatch olsa belə biz qradiyenti normal görürük. Bu vəziyyət low flow mismatch adlanır və pis proqnoz əlaqədardır. İkinci isə piylənməyə diqqət eləməliyik. Əgər body mass indeksi 30-un üzəri olarsa, indekslənmiş effektiv orifis alanı mismatchin ağırlığını olduğundan artıq göstərə bilər. Bu səbəbdən piylənmiş xəstələr üçün ayrıca sərhəd dəyərləri istifadə edilir. Aortal qapaqlarda ağır mismatchin katofu nədir? 0,65-in altı artıq biz burada ağır mismatchi göstərir. Mismatchin uzun müddətli nəticələri nə ola biləcək? Sağ qalma azalacaq, ürək çatışmazlığı artır, hospitalizasiya artır və struktur qapaq degenerasiyası daha tez inkişaf edir. Yaxşı, qarşısını necə alaq? Daha böyük protez seçilməlidir, TAVI düşünülməlidir, aort kökü genişləndirilməsi əməliyyatı nəzərdən keçirilməlidir. Mitral qapaqda mismatchə baxaq. Burada da eyni ilə aortdakı kimi qapağın strukturunda, yarpaqcıqlarda heç bir problem olmayacaq, effektiv orifis alanı normal olacaq. Yenə də indekslənmiş effektiv orifis alanına istifadə edirik. Burada əsas diqqət yetirəcəyimiz məqam nədir? Biz burada mitral qapaq üçün EOA-nı hesablayanda PHT üsulundan istifadə etməyəcəyik. Pierre kvadratı vurulsun Luvot VTI, bölünsün protez qapaq VTI, o üsuldan istifadə edəcəyik. Oradan hesablayıb EOA-nı 5 sayıya bölüb indekslənməni tapacağıq. Ağır mismatch üçün cut-off dəyərimiz 0,9-un aşağısıdır, 0,9-dan aşağıdır. Yaxşı, uzun müddətli mismatchin nəticələri nə ola bilər? Sağ qalım azalacaq, ölüm riski artacaq və davamlı pulmonar hipertenziya baş verəcək. Bu cədvəl, deməli, bu cədvəldə aort və mitral qapaq üçün indekslənmiş effektiv orifis alanı verilir body mass indeksinə əsasən. Xəstənin əgər body mass indeksi 30-dan aşağıdır, ciddi mismatch 0,65-dən aşağı olduqda ciddi mismatch, ağır mismatch düşünəcəyik. Əgər body mass indeksi 30-dan yuxarıdırsa, artıq cut-off dəyərimiz 0,55 və 6 olacaq. Mitral üçün body mass indeksi 30-dan kiçikdirsə, cut-offumuz 0,9 və 6. Body mass indeksi 30-dan yuxarıdırsa, cut-offumuz 0,75 və 6 olacaq. Bu cədvəli qoyma məqsədim nədir? Təbii ki də bu rəqəmləri çoxumuz əzbərləmirik. Sadəcə belə bir cədvəl olduğunu qeyd etmək istəmişəm və praktikamızda bundan istifadə etməliyik. Üçüncü səbəb dedik ki, protez qapaq disfunksiyasına səbəb olan üçüncü hal endokarditdir. Yayılma tezliyi 1,6% təşkil edir. Əməliyyatdan sonra istənilən dövrdə inkişaf edə bilər. Mexaniki qapaqlarda əsasən tikiş halqasından başlayır və aşağıdakı ağırlaşmalara səbəb olur. PVL, yəni paravalvulyar qaçaq, abses, qonşu strukturlara yayılma, yəni fistula yaradır. Bioprotez qapaqlarda infeksiya adətən yarpaqcıqlardan başlayır.
Daha sonra isə tikiş halqasına və paravalvulyar nahiyəyə yayılır. Nə inkişaf eləyər burada? Paravalvulyar abses inkişaf eləyə bilər. Protez qapaqlarda daha çox rastlanır. Özəlliklə də aortal mövqedə psevdoanevrizma yarana bilər. Bir də infeksiyalaşmış psevdoanevrizma, fistula. Paravalvulyar absesin qonşu ürək boşluğuna drenajı, həmçinin infeksiya qapaq hüdudlarından kənara yayıldıqda iki ürək boşluğu arasında anormal əlaqə yaradır, fistula yaradır. Tabi sonrası endokardit, dediyim kimi son dönəmlərdə tabi implantasiyaların sayının artması ilə əlaqədir. Tabi sonrası endokardit də artıq keçici daha vacib kliniki problemə çevrilmişdir. Sağ tərəf qapaqları daha çox endokarditə meyillidir, 12-20 dəfə soldan. Birinci şəkildə bu gördüyümüz absesdir. Abses boşalandan sonra psevdoanevrizma inkişaf eləyir. İçərisi boşdur. Burada dehiscens görürük, ayrışma və paravalvulyar ciddi axın. A, B, C, D şəkli bu fistulanı göstərir. Deməli, B-də aort protez qapaqdan RV-yə bir fistulanın yarandığını görürük. Burada isə artıq lubotdan RV-yə fistula yaranıb, axın da var. Dördüncü hal tromboz halı idi. Yayılma tezliyi 0,38%-dir. Mexaniki qapaqlar bioprotez qapaqlardan daha trombogenikdir. Amma düzgün antikoagulyasiya olduqda risk bioprotez qapaqlara yaxındır. Tromb adətən yumşaq exogenli kütlə kimi görünür. Bəzən intrakardiyak trombla birlikdə rast gələnə bilər. Bioprotez qapaqlarda yarpaqçıqların qalınlaşması şəklində görünə bilər. Bioprotez qapaqlarda yarpaqçıqların qalınlaşmasını KT-də daha aydın görəcəyik. Bundan sonraki slaytlarda ona toxunmuşam. Çünki guideline-da da artıq KT-nin rolu daha da önə çəkilib. Burada hipoatenuate leflet qalınlaşması kimi görəcəyik. Yarpaqçıqların qalınlaşması və aşağı atenuasiyalı görünüş. Transtorasik exokardiografiyadan sonra protez qapaqlarının multimodal görüntülənməsində hansı müayinə üsullarına üstünlük verə bilərik və məhdudiyyətləri nədir, onlara toxunmaq istəyirəm. İkinci müayinə üsulumuz transezofageal exokardiografiyadır. Mitral qapaqların ən yaxşı görüntülənməsini təmin edir. Burada leflet oklüder hərəkətinin qiymətləndirilməsi, həmçinin disfunksiya səbəbinin müəyyənləşdirilməsi, kiçik və mobil vegetasiyaların aşkarlanması, dehiscens, abses və psevdoanevrizmaların aşkarlanması üçün istifadə edirik. Belə çatışmazlığı olan xəstələrdə əks göstərişi yoxdur. Həmçinin reanimasiya və təcili yardım şəraitində də istifadə edə bilərik. Məhdudiyyəti nədir? Qapağın və probun mövqeyindən asılıdır. Yaxın sahə artefaktları uzaq strukturların görüntülənməsini çətinləşdirə bilir. Həmçinin pulmonar qapağın dəyərləndirilməsi biraz çətinlik törədir. Daha sonra intrakardial exokardiografiya, bu mənim bildiyim qədərilə bizim ölkədə icra edilmir. Femoral vendən burada femoral vendən işləm icra edir. Ultrasəs kateteri femoral vendən göndərilir ürəyə. Pulmonar qapaq, trikuspid qapaq və ürəyin ön strukturlarının qiymətləndirilməsi üçün ən yaxşı üsullardan biridir. Məhdudiyyəti nədir? 3D görüntülərdə sektor sahəsi dardır. Məkan və zaman rezolyasiyası məhduddur. KT müayinəsi leflit oklüder hərəkətin yaxşı görüntülənməsini təmin edir. Həmçinin pannus, kalsikasiya və leflit qalınlaşmasının qiymətləndirilməsini təmin edir. Dehiscens, abses, psevdoanevrizmaların aşkarlanmasında bizə köməklik göstərir. Həmçinin çox saylı protez qapaqlar olduqda KT müayinəsi çox informativdir. Məhdudiyyəti nədir? Hemodinamik qiymətləndirmə aparılmır. Regurtasiya dərəcəsi birbaşa qiymətləndirilmir və nefrotoksiklik riski var. Yəni, belə çatışmazlığı olan xəstələrdə əks göstəriş ola bilir. Kardiyak MRT, burada regurjdan həcm və fraksiyanın hesablanması,
kardiak MRT-yə əsaslanır. Həmçinin refleks qalınlaşması və pleyer yarpaqçıqlarının qiymətləndirilməsini də burada görə bilərik. Böyük dehisens və psevdoanevrizmaları da aşkarlaya bilir. Məhdudiyyəti nədir? Məkan və zaman rezolyasiyası T-dən və KT-dən aşağıdır. Protez artefaktlar mexaniki qapaqların qiymətləndirilməsində qiymətləndirməsini çətinləşdirir. Bir də kiçik və yüksək hərəkətli vegetasiyaları görünməyə bilər burada. Həmçinin atrial fibrilyasiya və ritm pozğunluqları görüntü keyfiyyətinə çox təsir edir. Digər müayinə üsulları nədir? Sain fluoroskopi nəyi göstərir? Mexaniki qapağın hərəkətliliyini, diskin açılma və bağlanma bucaqlarını, baza halqasının əyilməsini. Məhdudiyyəti nədir? Bioprotez qapaqlarda dəyəri azdır, hemodinamik məlumat vermir, radiasiyası var. Kardiyak kateterizasiya təzyiq qradiyentləri, effektiv orifis alanı və regurtasiya dərəcəsini təyin etməyə bizə köməklik edir. Məhdudiyyəti nədir? İnvazivdir, ağırlaşma riski var. Mexaniki qapaqdan kateter keçəndə daha çətin olur. Kardiyak PET endokarditdə iltihab aktivliyini, həmçinin degenerasiya riskini təyin etməyə bizə köməklik göstərir. Məhdudiyyəti nədir? Bahalıdır, hər yerdə mövcud deyil. İlk bir il yanlış pozitiv ola bilər. Protez aort qapaqların exokardioqrafik dəyərləndirilməsi. Exokardioqrafiyada protez aort qapağına baxanda nələri fikir verməliyik, nələri hesablamalıyıq? Pitch sürət, pitch qradiyent, orta qradiyent, jet konturu, akselerasiya vaxtı, DVI, EOA, regurtasiyanın mövcudluğu, yeri və ağırlığı, LV ölçüsü, LV funksiyası, LV hipertrofiyası. Bir də mütləq protez qapaq qoymuş xəstə bizə gəlirsə, əvvəlki exosunu ondan soruşuruq. Əməliyyat nə vaxt olub, onu soruşuruq. Qapağın növünü və ölçüsünü yəni əvvəlki protokoldan və yaxud da ki, əlindəki sənəddən alıb rapora qeyd etmək lazımdır. Həmçinin arterial təzyiq, nəbz, sinus ritmidirsə onu qeyd etməliyik, AFEdirsə onu qeyd etməliyik. Protez aort qapaqda bu cədvəl çox qəşəng cədvəldir. İlkin fikir yürütməyə köməklik göstərir. Xəstə gəldi, art protez qapaqda CV qoyduq. Velocity 3-ün üzəridir. Əvvəlcə CV-dən yaranan əyrinin formasına fikir veririk. Baxın, ciddi olanda daha yumru və gec pik edən bir əyri olur. Ondan sonra akselerasiya time-a fikir veririk. Akselerasiya time 100-ün altıdırsa, akselerasiya time-ın ejeksiyon time-a nisbəti 0,37-nin aşağısıdır. Bunu hesabladıq. Daha sonra DVI-yi hesablayırıq. DVI 0,3-ün üzəridir. Normal ABR ola bilər. Bu hesablamanı apardıq. DVI amma 0,29-0,25 arasındadır. Düşünə bilən stenoz oluna bilər, ehtimal edilən stenoz ola bilər. Akselerasiya time 100-ün üzəridir. Bu nisbət 0,37-nin üzəridir. DVI 0,25-in aşağısıdır. Bu əhəmiyyətli stenozun olduğunu göstərir. Burada akselerasiya time-ın hesablanması verir və bunu qoyma səbəbim əsas əyriyə də fikir verməyimizdir. Normalda necə olur, obstruksiya olduqda necə olur. Artan mövqedə protez qapaqların Doppler parametrləri. Birinci dediyimiz kimi jet sürətinin konturuna fikir veririk. Dedik, dairəvi, gec pik edən simmetrikdir. Və ayaqçı zəlvəldə bildiyimiz kimi akselerasiya time-a fikir veririk. 100-ün üzəri əhəmiyyətli stenozdur. Akselerasiya time-ın ejeksiyon time-a nisbəti 0,37-nin yuxarısı əhəmiyyətli stenozdur. Pitch sürət 4-ün üzəri əhəmiyyətli stenozdur. Cərrahi aort qapaq üçün orta qradiyent 35-in üzəri ciddi stenozu göstərir. DVI 0,25-dən aşağı ciddi stenozu göstərir. Effektiv orifis alanı EOA referansdan 2 standart sapma kiçik.
Bir standart sapma 0,2 kvadrat santimetrdir. 2 standart sapma 0,4 kvadrat santimetr eləyəcək. Məsələn, tutaq ki, bizim xəstəmizdə effektiv orifis alanı 2 kvadrat santimetrdir. 2 standart sapma olduqda plus minus 0,4 ilə hesablayacağıq. Tavi üçün orta qradiyent əgər 20 mm civə sütunu artıbsa, bu əhəmiyyətli stenozdur, bazaldan. DVI 0,2 və üzəri və yaxud da 40% və üzəri azalıbsa, ciddi stenozdur. EOA 0,6 kvadrat santimetrin üzəri və yaxud da 40% azalıbsa, ciddi stenozdur. Nasıl xəstəliyə özünü öldürürdüm? Niyə? Oradan getmək istəsin. Protez aortal qapaqlarda müxtəlif ağırlaşmalarda katenin roluna baxaq. Bayaq vurğulamışdım ki, kate artıq protez qapaqlarda guideline-da öncərgələrə çəkilib. Mexaniki leflet disfunksiyası. Açılma bucağına baxırıq katedə. Normada 73 bileflet mexaniki qapaqlarda, ümumiyyətlə bileflet qapaqlarda 73-90%, monoleflet mexaniki qapaqlarda 60-80% olur. Asimetrik və yaxud məhdud leflet hərəkətini burada görə bilirik. Protez xəstə uyğunsuzluğu, kiçik effektiv orifis sahəsi görürük, normal leflet hərəkəti görürük, kütlə yoxdur, tromb yoxdur. Protez dehisensi, anulus ilə tikiş halqası arasında boşluq görəcəyik burada. Dehisensi göstərən əsas əlamətlərdən biri rocking motiondur. Qapağın anulusla birlikdə hərəkət edilməsidir rocking motion. Rocking motion 15 dərəcənin üzəri əhəmiyyətli dehisensi və paravalvular axını düşündürür. Paravalvular qaçaq, protezin tikiş halqası ətrafında kontrastla dolan kanal qapağın proksimal və distal lumenlərini birləşdirir. Şəkildə də görünür. Endokardit, böyük vegetasiyalar, 1 cm-in üzəri olan vegetasiyalar, lefletdə və yaxud tikiş halqasında adətən aortal qapağın ventrikul tərəfində görəcəyik. Həmçinin aortal divarda qalınlaşma, perivalvular iltihab, mediastinal qaz, başqa bir endokardit ağırlaşması olan abses, psevdoanevrizma varsa bunları görəcəyik. Həmçinin tromb və panus ayrımını həyata keçirəcəyik burada. Bildiyimiz kimi tromb cərrahiyyədən erkən sonra yaranır, hərəkətli qeyri-müntəzəm kütlədir, adətən aortal tərəfdə yerləşir, attenuasiyası aşağıdır, 200-dən aşağıdır. Panus cərrahiyyədə gec dövrdə yaranır, adətən ventrikul tərəfdə yerləşir, attenuasiyası yüksəkdir, 200-ün üzəridir. Halt və ham. Hipodens leflet qalınlaşması bu halt adlanır və lefletin hərəkət məhdudiyyəti ham adlanır. Antikoagulyasiya ilə yaxşılaşa bilən bir vəziyyətdir. Aort disseksiyasında həmçinin kate müayinəsində görə biləcəyik. Deməli, bu TAVI prosedurundan təxminən 4 ay sonra 23 mm ölçüdə Sapien 3 qapağı implantasiya olunub. Qapaq üzərində min qradiyent, orta qradiyent 28 mm civə sütunudur, pik sürət 3,6-dır. Qırmızı oxlarla fikir versəniz əgər, həm B-də, həm də C-də hipotenasiyalı qalınlaşma görəcək. Normalda bioprotez qapaqlar katedə belə görünmür. Bu aşırı qalınlaşmadır, buna halt deyilir və D-də artıq hərəkət pozulduğunu görəcəyik. Buna isə hypotenation affecting motion deyilir. Düzələ bilən bir haldır. Effektiv antikoagulyasiyadan sonra xəstəyə yenidən kate çəkilir. Deməli, ortalama min qradiyent 14 mm civə sütununa qədər enir və yenidən katedə artıq bioprotezin öz funksiyasını bərpa etdiyini görəcəyik. Baxın, C ilə C şəklində baxın. Burada bioprotez necə qalındı, amma C-də artıq nazik olub antikoagulyasiyadan sonra. Həmçinin B ilə F-də də. Hərəkəti də D-də hərəkət məhdudiyyətini burada hamımız görürük. Burada artıq normaldır. Bioprotez qapaqlarda stenoz olduğu kimi bioprotez aortal qapaqlarda stenoz olduğu kimi protez aortal qapaq regurgitasiyasının ağırlıq dərəcəsini qiymətləndirməyimiz vacibdir.
Deməli, levenin ölçüsü adətən ağır hallarda dilatasiya etmiş olur. Mərkəzi jetin luvot diametrinə nisbətinin faizlə ifadəsi 65-in üzəridirsə ciddi rekurtasiya düşünürük. Vena kontrakta 6 mm-in üzəridirsə ciddi rekurtasiya düşünürük. Vena kontrakta sahəsi 0.3-ün üzəridirsə yenə ciddi düşünürük. PVR çevrəsi yayılması faizlə 30-un üzəridirsə yenə ciddi düşünürük. pH 200-dən kiçikdirsə ciddi düşünürük. Enən aortada holodiastolik revers axın varsa ciddidir. Regurjdan həcm 60-ın üzəri, regurjdan fraksiya 50-nin üzəridirsə bunlar artıq ciddi aortal qapaq regurtasiyanın olduğunu göstərir. Bu da yenə çox gözəl cədvəllərdən biridir. Düzdür, başlanğıcda biraz qarışıq görünür. Amma bu cədvəldəki kimi bəzən hər şey asan olmur. Bu göstəricilər olmur ki, biz deyək ki, bu xəstədə protez qapaqdan sonra ağır aort çatışmazlığı var. Ona görə bu cədvələ baxırıq. Əvvəlcə yüngül yoxsa ciddi aort çatışmazlığı olduğunu bilməyimiz üçün bəzi kriteriyalar var. Yaşıl qutuda olanlara baxaq. Vena kontrakta 0.3-ün aşağısı, vena kontrakta sahəsi 0.1-in aşağısı, mərkəzi jetin luvota nisbəti 25%-dən aşağıdırsa, pH 500-dən yuxarıdırsa və enən aortada holodiastolik axın yoxdur. Bu 7 göstəricidən ən azı 4 və üzəri varsa xəstəmizdə, biz buna rahatlıqla yüngül aort çatışmazlığı deyə bilirik. Yüngül aort, protez aort çatışmazlığı deyək. Yüngül protez aort çatışmazlığı deyə bilirik. İndi çəhrayı rəngdə olan qutuya baxaq. Burada da yenə vena kontrakta 6-nın üzəri, jet areası 65-in üzəri, pH 200-dən aşağısı, enən aortada holodiastolik axın var. Burada da yenə 7 göstəricidən ən azı 4 və üzəri varsa, rahatlıqla biz buna ciddi aort çatışmazlığı deyə bilirik. İndi gəldik əsas çətin məqama. Yaşıl qutudakı kriteriyalardan 2-3 kriteriya var xəstəmizdə. Onda biz buna artıq başqa kəmiyyətlər də baxmalıyıq. Deməli, 2-3 kriteriya buradan varımızdır. Xəstəmizə regurjdan volüm hesablayırıq. 30-dan aşağıdırsa, regurjdan fraksiya 30%-dən aşağıdırsa, EROA 0.1 cm-dən aşağıdırsa, biz buna yenə də yüngül protez aort regurtasiyası deyə bilirik. Yenə də yaşıl qutudan 2-3 kriteriyamız var. Keçirik sarı qutuya. Regurjdan volüm 30-59-un arasıdır. Regurjdan fraksiya 30-49-un arasıdır. EROA 0.1-0.29-un arasıdır. Biz buna orta protez aort çatışmazlığı deyəcəyik. Çəhrayı qutudan 2-3 kriteriyalarımız var. Regurjdan volüm 60-ın üzəridir. Fraksiya 50-nin üzəridir. EROA 0.3-ün üzəridirsə, ciddi aort çatışmazlığı deyəcəyik, protez aort regurtasiyası. Yenə də çəhrayı qutudan 2-3 kriteriya var. Sarı qutudakılar, çəhrayı qutuda 2-3 kriteriyamız var. Plus da xəstəmizdə sarı qutudakı göstəricilər varsa, biz buna orta deyəcəyik. Son olaraq aort protez qapaqlar üçün key points demək istəyirəm. Transtoraksik exo qeyri-kafi olduqda və yaxud aort kökü posterior anus patologiyası şübhəsi varsa, xəstəmizi Tİyə yönləndiririk. Mexaniki qapaq leftletlərinin hərəkəti qiymətləndirilə bilmirsə, KT və yaxud fluoroskopiya yönləndiririk. Protez stenozu şübhəsində Doppler bütün mümkün pəncərələrdən aparılmalıdır. Mümkün olduqda PEDOF probundan istifadə olunur. Xəstədə yüksək qradiyent aşkarlandıqda mütləq aşağıdakı hallar istisna edilməlidir. High flow vəziyyət, yəni yüksək axın vəziyyəti, mismatch, supra və subvalvular obstruksiya, pressure recover. Protez stenozunun qiymətləndirilməsi üçün ən azı flow dependent parametr və flow independent, yəni flow dependent və axından təsirlənən və axından təsirlənməyən parametrlər birlikdə istifadə olmalıdır. Yəni biz bir parametrə görə, məsəl üçün
xəstədə aorta sivi qoyduq, velositi artıb, tamam, qradiyent artıb, bu xəstə yenidən qapağında nəsə problem var, qapaq stenozu olub, belə bir şey deyə bilmərik. Bir neçə parametrlərə əsaslanmalıyıq. Tabii qapaqlarında luvot diametri və sürəti stentin dərhal proksimalından ölçülməlidir. Aort regurgitasiyası dərəcəsi qeyri-müəyyən olduqda T, KT və yaxud da ki, MRT ilə əlavə qiymətləndirmə aparılmalıdır. Bir də yaxşı olar ki, pre-op bütün xəstələrimizdə luvotun diametri rapora qeyd edilsin. Çünki post-op xəstələrdə artefaktlara görə və yaxud görüntü keyfiyyətinin pis olmasına görə luvot diametrini düzgün ölçə bilmirik. O da bizə EOA hesablayanda yəni səhvliklər verir və onu düzgün hesablaya bilmirik. Mitral protez qapağının qiymətləndirilməsi, ümumiyyətlə mitral pozisiyada olan həm bioprotez, həm də mexaniki qapaqları qiymətləndirərkən nəyə fikir verməliyik? Pitch velositeye fikir verməliyik. 1000 ortalama qradiyentə mütləq xəstədə nəbz qeyd edilməlidir, xəstənin ritmi qeyd edilməlidir, təzyiqi qeyd edilməlidir. PHT, DVI, EOA, sonra çatışmazlığın lokalizasiyası ciddiyyəti, LV-nin funksiyası və ölçüsü, sol qulaqcığın ölçüsü, sağ məhdəcin ölçüsü və pulmonar təzyiqi mütləq qiymətləndirilməlidir. Bu protez mitral qapaq stenozunu dəyərləndirmək üçün ən gözəl cədvəllərdən biridir. Birinci pitch velositeye baxırıq. 2.5-in üzəridirsə, əhəmiyyətli ciddi stenozdur. 1000 qradiyent onun üzəridirsə, əhəmiyyətli ciddi stenozdur. Deməli, burada protez mitral qapağının VTI-sini luvotun VTI-sinə nisbəti 2.5-in üzəri ciddi stenozu göstərir. EOA 1-in altı ciddi stenozdur. PHT 200-ün üzəri ciddi stenozdur. Bu cədvəldə ən gözəl göstərici PHT və bu VTI nisbəti çox gözəl göstəricidir. Ümumiyyətlə, bunu yadda saxlamağa çalışaq ki, əgər mitral qapaqda, məsələn, biz CV qoyduq, yüksək velositi var, qradiyent yüksəkdir. Amma PHT-miz 130-un altıdırsa, bu qapağın özündə olan patologiya ilə əlaqəli deyil. Qeyri-strukturlar patologiya, yəni qapaqdan kənar patologiya ilə əlaqəlidir. Qapağın özündə bir patologiya olanda, yəni PHT qalxır, 200-ün üzəri olur. Protez mitral qapaq regurgitasiyasının dəyərləndirilməsi. LV ölçüsü çox vaxt dilatə olur. Daha sonra geniş mərkəzi jeti olur. Çox vaxt 8 kvadrat santimetrin üzəri. Flow convergence geniş olur. Jetin sıxlığı daha sıx olur. Jetin konturu ölü, yəni erkən piçlənir, triangulyar olur. Pulmonar venada sistolik revers axın görəcəyik. Vena kontraktda 7 mm-in üzəri, regurgitan volüm 60-ın üzəri, fraksiya 50-nin üzəri, EROA 0.4-ün üzəri. Bunlar artıq ciddi protez mitral qapaq çatışmazlığını göstərir. Mitral qapaqda key pointsləri nəyi verə bilərik? Dediyimiz kimi qapağın növü və ölçüsü bilinməlidir. Əsas qiymətləndirmə üzrə transtorasik və T-dir. Echo raporunda mütləq pitch velocity, 1000 gradient, PHT, EOA, DVI, heart rate verilməlidir. Mexaniki mitral qapaqlarda çox vaxt ciddi mitral çatışmazlıq transtorasikdə gizlənir. Biz bunu T-də daha çox görürük. T mitral protezdən qiymətləndirməsinə əsas üsuldur. KT struktur okuder hərəkəti PV-nin qiymətləndirilməsində kömək edə bilər bizə və MRT mitral çatışmazlığın kəmiyyət qiymətləndirilməsi və LV-nin remodelləşməsini bizə göstərir. Yəni də yüksək qradiyent tək başına protez stenozu diaqnozu qoydurmur. PHT-nin də yüksəlməsi həqiqi obstruksiyanı dəstəkləyir.
Bu cədvəllər niyə qoydum? Bu art pozisiyasında protez qapaq üçün olan cədvəldir. Deməli, qapağın niyə deyirəm ki, biz vurğuluyoruz ki, qapağın növü, ölçüsü mütləq yazılmalıdır. Çünki biz burada qapağın adı tutaq ki, daha sonra ölçüsü 21, 1000 qradiyenti necə olmalıdır burada yazılıb və EOA-sı necə olmalıdır. Biz aldığımız göstəriciləri bunlarla müqayisə etməliyik. Bu artal qapaq üçündür. Əslində bu cədvəllər çoxdur. Mən sadəcə bir hissəsini qoydum. Bu da mitral qapaq üçündür. Bundan sonraki hissəmiz artıq guideline-a keçir. Nativan doktor, Günlər doktorun nəsə əlavə eləmək istədiyi bir şey varmı? Mənim sualım olacaq Türkan, ya sənə, ya Gülnar doktoru cavab verə bilər. Məlumat həddən artıq çoxdur. Toparlayası olsaq, ilk olaraq biz EXO-da protez qapaqlarda nələrə baxmalıyıq? Çünki aramızda yeni başlayan həkimlərimiz var, rezidentlərimiz var. Ən önəmli, çünki sadaladığımız parametrlər həqiqətən çoxdur. Yəni hər birimiz bu qədər parametri ölçürükmü? Yəni ona baxdığımız mı olur? Ona görə ideal görüntümüz mü olur? Düşünürəm ki, xeyr. Ona görə də yəni toparlayası olsaq, necə dəyərləndirək? İlkin olaraq nədən başlayaq? Tamam. Məsələn, mitral qapaq üçün deyirəm. Xəstə gəldi bizə. Bir raporunu alırıq. Xəstə əməliyyat, nədən əməliyyat olunub? Raporda qapağın ölçüsünü, adını və əməliyyat tarixini öz EXO raporumuzda qeyd edirik. Əvvəlki EXO-sunda olan ölçümlərə baxırıq. Əsas da qradiyent, EOA, çünki özümüzünə müqayisə etməyə. Daha sonra nə edirik? Deməli, mitral üzərinə CV qoyulur. Bir də mitralda mütləq ritm qeyd edilməlidir. Raporda xəstə sinus ritmindədirsə o qeyd edilməlidir, AP'dədirsə qeyd edilməlidir. Heart rate mütləq şəkildə qeyd edilməlidir. Bir də təzyiq rapora qeyd edilir. Bəli, flow vəziyyətlərinə görə. Bəli. Daha sonra mən məsəl üçün bu cədvəl üzrə olan göstəriciləri alıram xəstədə. Pitch velocitesini alıram. 1000 qradiyentini yəqin ki, hamımız ölçürük onsuz da. Sonra protez qapaq üzərindən VTI-yi hesablayıram və Lvot VTI-sini hesablayıram. Bunları bir-birinə bölürəm, nisbəti və PHT-si. PHT-si mütləq qeyd edirəm. Əslində EOA-sını da qeyd etməliyik, amma bəzən xəstə sayının çoxluğuna görə, yəni bəzən EOA-nı unuduruq, amma EOA da qeyd olmalı. Yəni bu cədvəl üzrə məncə bu 5 göstərici mütləq rapora qeyd olunmalıdır. Yəni də Günlər doktorun əlavəsi varsa buyursun. Mən salamlayıram hər kəsi. Mən normalda öz pratiğimdə ilk öncə xəstənin raporunu istəyirəm. Əgər varsa, mütləq ilk rapora baxıram. Çünki rapor dediyim, yəni əməliyyat raporundan bəhs edirəm. Çünki əməliyyat raporundakı olan qapaq nömrəsi mənə bir çox yol göstərir. Əgər bir xəstəyə 19 nömrə bir qapaq taxılıbsa, xüsusilə bir kişi xəstədirsə bu daha çox məni mismatchə yönləndirir. Çünki 19 nömrə qapaq çox kiçik bir qapaqdır EOA-sı. İlk rapora baxıram. Əgər rapor varsa, bu mənim işimi çox asanlaşdırır. Rapor yoxdursa, bizdə e-nabız sistemi var. Oradan baxıram. Bilmirəm, Azərbaycanda belə bir, yəni toplam bir sistem var mıdır? Yoxsa artıq xəstəni çağırıram. Deyirəm, get raporunu da al, gəl. Çünki mən görməliyəm hansı nömrə qapaq taxılıbdır. İkinci, body mass indeksi ilə BSA-sını hesablayıram. Yəni boy və kilosunu soruşuram. Üçüncü, nəbzinə baxıram. Çünki takikardiya çox ölçəcəyim bütün parametrləri dəyişdirə bilər. Və mən öz EXO raporlarımı biraz fərqli yazıram. Ora öz EXO raporunun başına xəstəyə bu tarixdə, məsələn 2005-ci ildə 19 nömrə Medtronic qapaq taxılıb, məsələn belə bir şey. Çünki sonrasında bunu xəstənin əlinə də verirəm. Başqa bir yerə getdiyində o həkimin də işini asanlaşdırır. Yəni siz də bəlkə belə bir şey eləyə bilərsiniz, əgər ortaq bir sisteminiz yoxdursa girə biləcəyimiz. Çox rahatlaşdırır. Həm öz işimi, həm də başqa bir həkimin. Və oraya əgər takikardiya fonunda
fonunda baxmışamsa, fərq etməz ümumiyyətlə, hansı nəbizdə baxmışamsa onu da qeyd edirəm. Çünki bu da bir başqa bir həkimə yenə yol göstərici olur ki, yəni bu parametrlər taxikardiya fonunda mı olub, yoxsa normal nəbizdən. Normal nəbizdən də nədir bizim üçün? Normalda 60 ilə 100-ü biz normal hesab edirik öz normal praktikamızda, amma 70 və 80 aralığında olması daha yaxşı olar exo dəyərləndirərkən. İkinci, bundan sonrasında artıq ekokardioqrafiyaya keçirəm. Əlbəttə ki, hər birimiz transtorasiklə başlayırıq. Transtorasiklə kardioqrafiyada daha çox mən aort qapaqda biraz çətinlik çəkirəm. Yəqin ki, hamımız eyni vəziyyətdə oluruq. Mitral qapaq sanki daha yaxşı görünür. Ən azından görməsəm bir T edərəm deyə düşünürəm. Çünki T sanki mitral qapaq üçün yaradılıbdır. Amma aort qapaqda T-də də çox çətinlik çəkirik. Transqastrik baxacağıq. O da xüsusilə kiçik bir ölçüdə bir qadındırsa, o da daha bizim üçün çətinlik törədə bilər. Ondan dolayı ilk aşamada ən doğru, optimal bir görüntülər əldə etməyə çalışıram. Və ən önəmli şey dəns yerləri ölçmək lazımdır. Yəni saçaqları ölçməməmiz lazım. Aort qapaqda da, mitral qapaqda da. Harda dəns yer görürsə onu ölçməliyik. Eyni zamanda baseline-ı ayarlamalıyıq. Yəni o trase tam olaraq yerləşməlidir o baseline-a. Sonra scale-i düzəltməmiz lazım. Xüsusilə bu aort qapaqda bizim üçün önəmlidir. Bazen qradiyenti yüksək olduğu üçün onu scale-i daraltmaq deyirlər. Yəni 2, məsələn 4, 8 olur, 4, 6 olur. Elə deyil də 1, 2, 3, 4, 5 kimi gedərsə daha uyğun olur və xüsusilə aort qradiyenti alırıqsa qara trase üzərində bəyaz bir trase görməliyik. Yəni dəns bir traseni görməliyik. Və bir də ən önəmli şey, məsələn, bəzən çox xəstə görən mərkəzlər var, gündə 50-60 xəstə. Bu 50-60 xəstənin arasında biz hamısına bir BSA baxaq, nə bilim, akselerasyon time-a baxaq, EOA necə hesablayaq deyərkən, sorsanız ki, məsələn, xüsusilə yeni başlayanlar, rezidentlər, hansı qapaq bizim üçün patolojikdir, onu hansında araşdırmağa başlayaq. Bu aort qapaq üçün Vmax-a baxmağı tövsiyə edərdim. Yəni mən deyil, guideline-ı tövsiyə edir. Vmax 3-ün üzərindədirsə, burada bir taxikardiya yox ikən, Vmax 3-ün üzərindədirsə, aort qapaqda araşdırmağa başlamaq lazımdır. Mitral qapaqda da əgər 1.9 keçirsə, yenidən araşdırmağa başlamaq lazımdır. Və ən önəmli məncə parametrlər aort qapağı üçün Vmax-a baxmamız, effektiv orifis alanını hesablamamız, effektiv orifis alanını indeksləməmiz və akselerasyon time-a baxmamız. AT-bel ET, yəni akselerasyon time bölü ejeksiyon time-ını mən hər kəsdə rutin çox zaman hesablamıram. Əgər ekstra zamanım varsa hesablayıram. Bunu da nə zaman hesablaya bilərik? Xəstə əgər bradikardikdirsə, bradikardi olan xəstələrdə çünki relativ bir uzama oluyor akselerasyon time-ının. Onda AT-böl ET oranı bizim nisbəti daha çox bizə məlumat verər. Bir də effektiv orifis alanını hesablamamız 1000 qradiyentdən daha üstündür. Çünki bu daha çox flow bağımsız olduğu üçün effektiv orifis alanını hesablamağı tövsiyə edirəm. Mənim əvvəlki exolarım buydu ki, gradiyent yazardım. Heç AVA-dır, effektiv orifis alanı bunlardan heç bahs etməzdim. Ancaq bunlar daha çox flow bağımlı olduğu üçün effektiv orifis alanı daha məntiqlidir. Bir də body mass indeksi, Türkan onu çox gözəl vurğuladı. Obez xəstələrdə diqqət etməmiz lazımdır. Çünki yağ dokusu aktiv bir metabolik bir doku olmadığı için daha aşağı bir cut-off değerleri götürülür. Yani normalde 0.65 değil de daha aşağısı olabilir. Bir de xüsusilə eğer echo laboratuvarında çalışan həkimlər varsa o qapaq nömrələrini, qapaq Türkan da onu göstərdi, qapaq adı və onun effektiv orifis alanı, qradiyentləri, onları eləyə bilərlər. Bir de bir KardioValve diye bir mobil tətbiq var. Bu dəqiqə həyatımız telefondan ibarət olduğu için oradan da baxa bilərsiniz. Yəni orada mesela Medtronic 21 numara qapaqdırsa da orada onun effektiv orifis alanı, qradiyenti, normalı nədirsə onları bizə göstərir. Bu da bizi hani mismatch eləməkdə daha da yol göstərir. Doktor, bizim ölkədən çox çətinlik çəkdiyimiz effektiv orifis alanını yəni hesablayandan sonra müqayisə etməkdir. Çünki xəstələr heç informasiyalı deyirlər, raporları əlində gətirmirlər. Yəni hətta biz echoda baxırıq ki, yəni bu xəstəyə nə qapaq qoyulub falan. Ona görə biz o effektiv orifis alanında bizim ölkədə biraz çox geridəyik.
Burada da belədir, ancaq yəni ola bildiyincə xəstənin və yaxınlarını məlumatlandıraraq bunu raporları gətirərək və raporları özümüz qapaq nömrələrini özümüzdə qeyd eləməliyik. Çünki xəstələr bir sonraki dəfə yenə eyni vəziyyətdə Bir də gəlirlər. sizdə sistem olması da çox gözəldir. Açıb baxırsınız. Məsələn, bizdə elə bir sistem yoxdur. Gələndə köhnə raporunu onsuz da gətirmir. Vahid bir sistemin olması çox gözəl bir şeydir. Eynən. Çox sağ olun. Davam eləyək, Türkan doktor, buyurun. Aha, guideline üzərində hesab eləyin. Sonra yaddan çıxmamış Gülnar doktordan application adını təkrar xahiş edəcəm. Çox maraqlı gəldi mənə. Cardio valve. Cardio valve, düzdür? Bəli. Mən indi bura çata da yazaram. Tamam, çox sağ olun, minnətdaram. Guideline-larda əsas məqamlara toxunmağa çalışacağam. Çünki bilirəm, görüntüləmə hissəsi çox idi, rəqəmlər çox idi. Ona görə biraz guideline-da vacib məqamlara toxunub vakalara keçəcəm. Guideline-da qapaqlar haqqında nə deyilir? Məlumatlandırılmış xəstənin istəyi nəzərə alınaraq və uzun müddətli antikoagulyasiya üçün əks göstəriş olmadıqda mexaniki qapaq tövsiyə olunur. Aortal mövqedə protez üçün yaş həddi 60-dan aşağı, mitral mövqedə protez üçün yaşı 65-dən aşağı olan xəstələrdə mexaniki qapaq nəzərə alınmalıdır klass 2A ilə. Bioloji ürək qapağında məlumatlandırılmış xəstənin istəyi nəzərə alınaraq yenə bioloji qapaq tövsiyə olunur klass 1-lə. Aortal mövqedə protez yaşı üçün 65-in üzəri, mitral mövqedə protez yaşı üçün 70-in üzəri olan xəstələrdə bioloji qapaq nəzərə alınmalıdır klass 2A ilə. Həmçinin hamiləlik planlaşdıran qadınlarda bioloji protez qapaq nəzərə alınmalıdır klass 2A ilə. Mexaniki ürək qapağı dəyişdirilməsi, yəni mexanik protezləşmə baş vermişdir. UFH və ya aşağı molekulyar çəkili heparin ilə körpüləmə və varfarin müalicəsinə 24 saat ərzində və yaxud kliniki cəhətdən təhlükəsiz olduqda başlamalıyıq. Bu sinif 1-dir. Ömür boyu varfarin müalicəsi inyer göstəricinə xəstənin fərdi profil və qapağın xüsusiyyətlərini nəzərə alaraq nəzarət etməliyik. Bundan sonraki slaytlarda qoymuşam hansı qapaqda inyer aralığımız necə olmalıdır. Həmçinin xəstənin maarifləndirilməsi və TTR artırmaq üçün özü nəzarət təlimi də aparılmalıdır klass 2B-nə. Xüsusi klinik hallar var. Klinik hallardan biri kardioembolik fəsaddır. Əgər inyer terapevtik diapazonda olarsa, xəstədə kardioembolik bir hadisə baş verirsə, inyer hədəfini artırırıq və yaxud da ki, aşağı dozada aspirin əlavə edirik. Simptomatik aterosklerotik xəstəlik varsa xəstədə, xəstənin qanaxma riski profilinə əsasən aşağı dozada aspirin əlavə edə bilərik klass 2A ilə. Xəstədə elektiv qeyri-kardiyak cərrahi əməliyyatlar və yaxud invaziv prosedurlar olacaq mexaniki qapağı olan bir xəstədə nə edirik? Kiçik və ya minimal invaziv müdaxilədirsə, VK müalicəsini davam etdiririk, kəsmirik sinif 1-dən. Yox, daha böyük bir müdaxilədirsə, bu vaxt xəstədə tromboembolik risk faktorları dəyərləndiririk. Əgər tromboembolik risk faktoru yoxdursa, cərrahiyyədə 3-4 gün əvvəl VK dayandırılması və 24 saat ərzində körpüləməsiz başlayırıq sinif 2B ilə. Əgər tromboembolik risk faktorları varsa, cərrahiyyədən ən azı 4 gün əvvəl VK dayandırırıq və 24 saat ərzində və yaxud da ki, kliniki cəhətdən təhlükəsiz olduqda klass 1-lə bərpa edirik, həmçinin heparinlə körpüləmə edirik. Tromboembolik risk faktoru deyəndə nə nəzərdə tuturuq? Bura aiddir sol mədəcik disfunksiyası, atrial fibrilyasiya, əvvəlki tromboembolik hadisə, hiperkoagulyasiyaya meyillilik, çoxsaylı mexaniki qapaqlar, xüsusilə də mitral mövqedə mexaniki qapaq. İnyer hədəfi və terapevtik diapazon. İnyer hədəfi hər xəstə üçün indi sayacağım amillər nəzərə alınaraq fərdiləşdirilməlidir. Protez qapağının növü, qapağın yerləşdiyi mövqe, protez qapaqlarının sayı, xəstənin tromboz riski, yanaşı xəstəliklər, komorbidləri nələrdir, onlara baxırıq. Bayaq dediyim cədvəl budur. Deməli, yenə burada nədir? Əlavə protrombotik faktorlar, bayaq protrombotik faktorları saydım.
qapağın növü və yerləşməsi. Əgər ball and cake tilting qapaqdır istənilən mövqedə, bütün mitral və trikuspid mövqedə olan mexaniki qapaqlar protrombotik faktor yoxdursa, inyeri 2,5, 3,5 arasında tuturuq, varsa 3-4 arasında tutacağıq. 2 yarpaqlı müasir nəsil single tilting aortal mexaniki qapaqlarda protrombotik faktor varsa xəstədə iner 2,5, 3,5 arasında tuturuq, yoxdursa 2-3 arasında tutacağıq. Bu bayaqçı cədvəldə dedim onu. Burada vurğulamaq istədiyim nədir? Mexaniki qapağı olan xəstələrdə trombozun profilaktikası üçün doakların və yaxud ikili antiaqreqat terapiyanın, yəni DAPT-ın tətbiqi tövsiyə olunmur. Bu klass 3-dür. Mexaniki ürək qapaqları olan xəstələrdə qanaxmanın qarşısını necə alırıq? Proton pompası inhibitorları yuxarı mədə-bağırsaq qanaxma riskini 40% azaldır. Ümumiyyətlə, qanaxma riski əsasən kimlərdə daha çox olur? Yaşlı xəstələrdə, alkoqol istifadə edən xəstələrdə, qeyri-steroid iltihab əleyhinə preparatların uzun müddətli istifadəsi, bir də antiaqreqat preparatların birgə istifadəsi. Xəstəmiz gəlib, yüksək iner var və qanaxma. Necə idarə edəcəyik? Əgər iner 4,5-10 arasıdırsa, qanaxma yoxdursa xəstədə, burada deyir ki, VK-nı müvəqqəti dayandırın. Oral vitamin K1 tövsiyə olunmur. Çünki oral vitamin K1 verilməsi əlavə fayda göstərmir. Hətta təhlükəsizlik baxımından mənfi tendensiya yarada bilir. Bunu randomize olunmuş tədqiqatlar belə göstərib. İner onun üzəridir. Amma xəstədə yenə də qanaxma yoxdur. Oral vitamin K1 verilməlidir 2-3 mg. Həddindən artıq korreksiyadan yenə də qaçmaq lazımdır. Həyati təhlükəli və böyük qanaxma var. VK-nı dərhal dayandırırıq. Antikoagulyasiya təsirinin geri çevrilməsi üçün 4 faktorla aktivləşdirilməmiş protrombin kompleks konsentratı istifadə edirik. Bu təzə dondurulmuş plazmadan üstün tutulur. Çünki daha təhlükəsizdir və daha effektivdir. Tromboz riski yüksək olan qapaqlarda 12,5 vahid başlayırıq bu kompleksdən. Standart dozu 25-dən 25-dir, biz daha aşağı, 2 dəfə aşağı başlayırıq. Və vitamin K1 istifadəsi veririk. Beynəldaxili vitamin K1 tətbiq olunanda oral istifadəyə nisbətən ineri təxminən 4 saat daha tez normallaşdırır. Lakin 24 saat sonra oral və IV tətbiq arasında fərq qalmır. Bunu qeyri-kardiyak invaziv prosedurları bayaq göstərdim. Bioloji qapaq, ürək qapaqlarında nə edirik? Xəstə bioloji, mitral və trikuspid bioloji qapağı var və uzun müddətli antikoagulyasiyaya göstərişi varsa, klass 1-lə uzun müddətli OAK veririk. Yoxdursa əgər 3 ay, klass 2 ayla OAK veririk, daha sonra isə qanama riskini dəyərləndirərək uzun müddətli aspirin veririk. Artal mövqedə bioloji qapaqdırsa, yenə də uzun müddətli antikoagulyasiyaya göstəriş varsa OAK veririk. Yoxdursa 3 ay müddətində aspirin və yaxud OAK verilir. Daha sonra isə qanama riski dəyərləndirilərək uzun müddətli aspirinə keçiririk. Tabidə göstəriş varsa uzun müddətli OAK veririk. Yoxdursa 12 ay aspirin veririk. 12 aydan sonra isə uzun müddətli aspirinə keçiririk. Türkan doktor, çox üzr istəyirəm. Vakayla keçsək olarmı? Vakaya. Çünki bunlar artıq rəhbər tövsiyələr məncə düşünürəm ki, hamının oxuya biləcəyi bir şeylərdir. Tamam. Direkt vakalara keçək. Hamiləlikdə, əslində hamiləlik onsuz da danışacağıq, hamiləlikdə də Onlardan danışacağıq doktor. Hamiləlik çünki biz ayrı bir mövzudur. Onu inşallah danışacağıq. Tamam. Bir şey söyləmək istəyirəm. Bu qanamalar, inərə yüksəkliyi çox önəmli məncə bir problemdir. Bəzən xəstələr unudurlar, çox içirlər və s. K vitaminini verəndən sonra normalda neçə saat sonra baxmaq lazımdır inərəyə və ya baxırsınız? Mən də həmişə onu maraqlanırdım ki, bunu necə eləməliyəm? Onu bir dəfə hocaya sordum, o da 6 saat sonra demişdi. Bilmirəm, mən 6-8 bilirəm mən də.
6 Qaç saat sonra baxmaq, sonra yenidən əgər iynərə yüksəkliyi varsa 1 milliqram və ya Təkrar vurmaq. milliqram təkrardan baxmaqla Amma vermək. guideline-da deyir ki, ən azı onsuz da bu dərmanın təsiri 4 saat yəni təsir göstərir. İynəni təxminən 4 saata daha tez normallaşdırır. Məncə də yəni 6 saat optimal ola bilər. Onu yeni başlayanlar bəlkə hani sora bilər ki, növbədə bəzən gəlir xəstə neyniyək? 6 saat sonra baxmaq lazımdır. Və normalda 24 saat içində normala gətirir. Çox fazla da verməmək lazımdır. Bilmirəm heç IV vermisinizmi K vitaminini? IV də çox belə dramatik bir təsir eləyir, iynərə dəyərində düşmə eləyir. Prosta biraz mən çəkinirəm. Adətən oral verirəm ağızdan əgər bir qanaması yoxdursa. Bir də siz təzə dondurulmuş plazmadan istifadə edirsiniz, yoxsa qanama varsa? qanama? Sadəcə qanama varsa təzə donmuş plazma, əgər qanama yoxdursa, iynərə neçə olur olsun, biz K vitamini veririk. Tamam. Mənim ən çox çətinlik çəkdiyim şey bu xəstəni yatıralım mı, yatırmayalım mı açıqcası. Çünki gedər bir yerdə yıxılsa necə olar? Adətən yatırmaqda fayda var, belə deyim. Mənim burada ən çox problem yaşadığım nədir? Deyir ki, iner 4.5-10 arasıdırsa, yəni tövsiyə olunmur vitamin K1. Siz istifadə edirsinizmi bu aralıqda? Mən bir koşu yolunda etdiyimiz bir algoritma var idi. Ona görə açıqcası mən elə uygulayıram. 5.5-un üzərindəsə, 5.5-in üzərindəsə, hətta 4.5-in biz K vitamini yenə də veririk. Mən öz şeyimdə, yəni 5-in üzərindədirsə, bir 0.5 milliqram oral K vitamini verirəm yenə də. Tamam. Təşəkkür edirəm. Vakalarınızı. Biraz empatist olsun deyə, biraz da məncə başımız açılsın deyə bunu oxumaq istəyirəm. Deməli, protez qapaq yeni bir başlanğıcdır. Hər protez qapağın arxasında bir insan, bir ailə və bir ümid dayanır. Protez qapaqlar xəstəyə yenidən normal həyata qayıtmaq şansı verən həyat körpüsüdür. Hər dəqiq diaqnoz, hər düzgün qərar bir insanın gələcəyidir. Məncə bunu yadımızdan çıxartmayıb elə yanaşaq xəstələrə. Empati hissimiz yüksək olsun. Olğu 1. Bu Türk saytından götürdüyüm bir vakadır. Addım-addım bizə izah elədiyi üçün ona görə bu vakanı qoydum. İndi birlikdə başlayaq. 55 yaşda kişi xəstədir. BCA-sı 1.98. Body mass indeksi 29 kiloqram bölü metr kvadratıdır. ABR olunub 2012 ildə. Asimptomatik rutin təqibə gələn xəstədir. Qapaq modelini və ölçüsünü sonradan verəcəm. Xəstə gələndə əslində raporları gətirməyib, sonradan Türk hocalar orada tapıb qapaq ölçüsünü qeyd edib. Artı mövqedə burada görürük ki, pik hız, pik sürət 3.6-dır. Bayaqki algoritmdə də indi cədvəli göstərəcəm. İlk addım nədir? Baxaq görək ki, doğrudan biz CV Dopplerlə düzgün bir pik hız almışıqmı ya almamışıqmı? Deməli, buradakı pəncərələrdən hansını da daha çox dəyərləndiririk biz? Suprasternal, right parasternal və apikal. Tək bir pəncərəyə bağlı qalmaq olmaz. Müxtəlif pəncərələrdən ölçüm, bujet alınmalıdır. Və bir parasternal adətən pedof propla. Bəli, pedof. Heç istifadə etmisinizmi bilmirəm. Bizdə var pedof proba. Amma tam Zöhrə doktorundan tam başa düşə bilməmişik o pedof probu mən istifadə etmişəm. Orada görüntü yoxdur, bilirsiniz sadəcə. Bəli, görüntü yoxdur. Onu məntiqi budur. O dar bir kod arası olan dar bir pəncərədən o outdarlı sinyalini yakalamamız üçün istifadə edirik. Biraz uğraşmaq lazımdır. Biraz zaman şeyləyən bir prob. Onu o axımı tapmaq lazımdır. O pedof probla küçük bir şeydən, sahədən olduğu üçün çox etkilidir. Çünki bəzən apikaldən düşə bilmirik. Xüsusilə foreshortening varsa o koaksial düşmək lazımdır, bilirsiniz. Yəni ekhonun təməl ilk qaydası koaksial olmaq lazımdır axımlara. Bəzən axıma koaksial düşə bilmədiyimizdə pedof probdan istifadə edə bilərik. Çox faydalıdır. Yəni əlinizdə varsa mütləq istifadə edin. Yaxşı bir şeydir. Amma genəldə apikal 5 boşluqdan və ya apikal 3 boşluqdan
şey eləyirik. O da mütləq foreshortening olmamalıdır siz dediyiniz kimi. Çünki apikal boşluqlar ümumiyyətlə daha çox foreshortingə meyilli olan bir boşluqdur. Apikal 4 boşluq, 5 boşluq. Bunun üçün bizim görüntümüz də yaxşı olmalıdır ki, CV ilə düşəcəyimiz jet də normal alınsın. Bir də bir şey demək istəyirəm. Mənim məsələn özümün ən çətinlik çəkdiyim level-T ölçümüdür. Yəni level-T-yi ölçürəm, hər dəfə bir fərqli bir rəqəm alıram. Hər dəfə fərqli bir rəqəm aldığım üçün gradient EOI-yi da yanlış hesablayıram, fərqli hesablayıram. Orada bir neçə əslində yöntemdən bəhs edirlər. Əslində ən optimali T edərkən yazmaq. Məsələn, bəzən hətta bunu önərirlər ki, heç xəstəyə fərqli bir səbəbdən afət hiss eləyirdik də. Məsələn, ən bəsitdə bizim üçün appendiksə baxıb çıxırıq. Orada deyir, heç olmazsa o level-T pozunda 120-130 dərəcədə gerçək level-T pozunda, yəni apeksi gördüyümüz pozda level-T ölçməmiz, ölçüb bir yerə qeyd etməyimiz ki, sonrasındakı hər şeylərdə, echo raporlarında və ya bizə bir qapaq dəyərləndirməsində onu istifadə edək. Onu da əslində şey nədir? Onu da mən Gökhan abidən öyrənmişdim. Onunla çalışdığım dövrdə. Normalda guideline deyir ki, biraz 5-10 milim alt kapağın üstündən ölçün, amma level-T kasılan bir şey olduğu için, yani hareketli bir şey olduğu için harda değil, bize mid-sistolda ölçü. Mid-sistolda o kiçildiği için biz bence daha underestimate edirik, daha küçük ölçürük. Sonrasında biz aort kapağın tam kapak bitiminde ölçtük. Bu sefer de pulse wave'i hara koyacağıq. Mesela o olur, yani level-T mı koysak? Yani normalde level-T hardan ölçürsense pulse wave'i de oradan koymak lazımdır. Aort kapak deyir şeyinde, hatta elə bir başka bir ekhocuların elə bir şeyi var idi birbirlerine xarici ki, eğer tamam aort kapağını oradan alırsansa bəs pulse wave'i necə koyacaqsan? Onu da sonrasında ben bir Gamze abladan bunu öğrenmiştim. Bana şey demişti. Sen der gel aort kapaktan başla. Elizing zaten verir aort darlığında. Elizing'in bittiği yerde bitir. Orada pulse wave'i, yani VTI'yi de oradan ölç. Yani onu ettikten sonra bayağı bir işim rahatlanmıştı. Bir de Gökhan hocanın da para çıkmak lazımdı. Gökhan hocanın o vaxt Bakıya gələndə bir deyimi var idi. Deyir ki, tamam ölçə bilmirsiniz, 2 santimetrlə deyir hesablayın. O da bilmirəm. Onu eləyirəm, kaba şəkildə, yəni bir şey eləyirəmsə, heç artıq görürəm ki, işin içindən çıxa bilmirəm. Onda onu eləyirəm. Ancaq bəzən çox kritik bir xəstələr, xüsusilə nativ bir aort kapağı varsa və bu xəstə əməliyyata getsinmi, getməsinmi, 0,9 santim midir, yoxsa 1,1 midir, bu çox böyük bir şeydir. Yəni mən o qapaq xəstəliklərinə çox həssas yanaşıram. Çünki bu insanın göğsünün yarılması, yəni döş qəfəsinin yarılması məncə çox major bir şeydir və xüsusilə əgər kiçik, minyon bir qadındırsa doğurganlıq çağında və buna alıp da bir AVR etmək, üstəlik hələ bir mismatch olması, bu məncə çox dramatik bir şeydir. Ona görə bilmirəm, mən o 2'ni mən də hesablayıram, o 20 millim və 2 santim, ancaq bəzən gerçekten çox arada olan xəstələr olur, orada artıq məcbur birçok parametreden istifadə etmək lazımdır. Təməl ayarlarımızı düzəltməliyik, geyini azaltmalıyıq, yüksək voltmeter bazalarını ayarlamalıyıq. Bir də bayaq Günay doktor da dedi, dens nahiyəsindən ölçüm aparmalıyıq. Aşağıdakı saçaqlardan ölçüm etmək olmaz. Əslində bu trası bizim sevmədiyimiz bir trasədir. Geri gələ bilərsən, saçaqlı, net deyil. Hansını deyirsiniz bunu? Bir ötəki, Sərhədləri net deyil. Bu bizim şey deyil, hardan ölçək, hara qədər gedəcək trası. Bu sevmədiyimiz bir trasa. Bir sonraki məsələn çox istədiyimiz daha dəns. Burada da dəns yerini ölçmək lazımdır. Görürsünüz, saçağı deyil. Yaşıl xəttdən göstərilir. Daha sonra qapağın nömrəsi Metronik 21, pitch hız dedik ki 3.6, pitch gradient 52, min gradient 32. Bir də bir şey demək istəyirəm, çox qısa, Türkan, çox araya girirəm. Yox, buyurun doktor. Biz nativ qapaqda 40 millimi, düzdürmü? 26 yəni 20-40 orta, 40'ın üstü ciddi. Amma protez qapaqda bu 35'tir. Bəli, 35'in üzəri. Herkese hatırlatmaq min gradient 35'in üstü.
Bu da bayaq siz dediyiniz kimi bradikardik bir xəstədə aksiyasyon time bölünsün ejeksiyon time. Məncə yəni bir xəstədə aksiyasyon time alırıqsa, ejeksiyon time-da almağımız bizim çox bir vaxtımızı aparmayacaq. Əlavə 2 dəqiqə vaxtımızı aparacaq. Alıb nisbətini hesablaya bilərik. Bizim xəstəmiz üçün Akselerasyon time əslində bizi biraz obstrüksiyona yönləndirir, deyilmi? Yüzün üzəridə. Bəli, bəli, yüzün üzəri. 115 görsək obstrüksiyon deyərdik. Bəli, bəli. Həm şey də artıb, velositet artıb, bəli, həm də aksiyasyon time artıb. Bir obstruksiya gəlir ağlımıza. Nəbzin nə qədər önəmli olduğunu bizə göstərir. Bu nisbəti 0.32. Bayaq siz toxundunuz buna. Qaçınırıq. Bəli. Ümumiyyətlə sweep speed-i biraz azaltmalıyıq. Bu görüntüdə ölçmək olmaz. Daha yəni sağdakı görüntüdə ölçməliyik. Daha sonra burada DVI hesablayırıq. DVI-miz 0.25-dən aşağıdır. Qapaq nömrəmizə baxsaq, bizim EA-mız 1.3 plus-minus 0.2 olmalıdır. Bizdə 1.13 alındı. Bunu bir şey demək istəyirəm. Açıqcası mən bunu da çox öz adıma danışıram. Çox gec öyrəndim. Hər zaman baxırdım ki, o plus minus 0.2 yazır. Bu nə deməkdir və s. Bunu yenə yeni başlayanlar üçün, yəni burada 1.1 ilə 1.5 arasında normaldır. Değil mi? Bunu bir fərqlilik gətirək. Yəni Medtronic 21 nömrəni 1.3 görüb, hə tamam bu bizə uyğun deyil demək lazım deyil. Yəni 1.1-ə qədər və 1.5-ə qədər bunun referans aralığıdır. Və indekslenmiş EOA-ya baxırıq. İndekslenmiş EOA-da bizdə body mass indeksi 29-un 6 idi. 29 idi, yəni 30-un 6 və indekslenmiş EOA 0.65-in 6 hesab olunur. Yəni mismatchlə uyğun. Bəli, mismatch. Yaxşı, bir xəstəmizdə bunu deyəcəkdim ki, qoymuşsan. Yəni bir xəstənin mismatch olmaması üçün məncə əməliyyatdan öncə təbii ki, bunu cərrahlara iş düşür. Yəni bir BS out pozisiyasında, yəni bir BSA-nı çarpı vur 0.85. Yəni bu xəstə üçün 1.61 santimetr kare, yəni 1.61 EOA-sı olan bir qapaq taxmaq lazım. Onun altında taxılan qapaqların hər biri mismatch oluşturur. BSA-nı hesablayıb 0.85-ə vururuq, 1.6. Dediyiniz kimi 1.6 bizdə 1.5-dən 1.8 arasına düşür. Nəzərə alırmı cərrahlar bunu? Alır məncə. Cərrahlar nəzərə alır, ancaq onların da özünə görə şeyləri var. Bilməm, burada cərrahlardan varsa bəlkə bizə onlar da deyə bilərlər. Xüsusilə mitral qapaqda mismatch mən çox görməmişəm açıqcası. Bilməm, sizin elə bir təcrübəniz varmı? Yəni çox nadir olar, çünki anuris geniş olduğu üçün, amma aort qapaqda ən çox görürük. Bunun da səbəbi aort kökünün dar olması, kök genişlətmə eləməlidir cərrah. Bunu da çox zaman etmək istəmirlər. Yəqin ki, komplikasiyalarından və s. dolayı. Bir də bilmirəm, heç elə bir xəstəniz olubmu? Məsələn, bikuspid aorta diqqət etsəniz, bikuspid aortlu xəstələrin aort kökü geniş olur. Ona görə bikuspid aorta olan xəstələr adətən mismatchlə şey olmur. Yəni mən bir xəstəni əməliyyata verəndə 5 dəfə düşünürəm, amma bikuspidi varsa bunu bir dəfədən də verə bilirəm əməliyyata ki, buna onsuz da geniş nömrə qapaq taxacaqlar. Bəzən doktor, məsələn, tutaq ki, 35 yaşında xəstəyə qapaq implantasiya olunub. 55 yaşında istərsəmiz bu xəstədə BSA-sında bir dəyişikliyi olacaq, yəni. Ona da bağlı mismatch yaranır. Əlbəttə. Zaten protez mismatchin, yəni mismatch hastalarının tədavisində məsələn bunları mənim üçün qorxunc olan ikinci şey xəstəni redo cərrahiyyəyə vermək. Çünki əgər ki aort qapaqda
mismeçli bir xəstədirsə və biz bunu redocərrahiyə veririksə, cərraha demək lazımdır ki, buna kiçik qapaq taxılıbdır. Bunu sən aort kökünü genişlətib yeni geniş nömrəli qapaq taxacaqsan, yox elə eyni qapağı başqa bir versiyada taxılacaqsa, yenə mismeçlə girib mismeçlə çıxacaqdır. Ona görə adətən bu xəstələri redocərrahiyə vermədən öncə mən əgər kilosu varsa biraz kilo verdirməyi önərirəm. Bəli. Qamasıdır və s. Bunun bir çox təsiri olur kilo vermənin, incəlmənin. Yəni biz kardioloqlar cərrahların sağ əliyik. Raporlarda çox şey qeyd eləməliyik. Məncə. O birisi vakanımıza keçək. Mitral mexaniki qapaq heart rate 82, pitch Y 2.2, min gradient 8 mm, pH 110, protez qapağının VTI-si 48, Lvot VTI-si 16, DVI 3, TR Vmax 3.4. Bu xəstədə əsas problem nədir? Mexaniki qapaq trombozu, mexaniki qapaq stenozu, əhəmiyyətli protez mitral çatışmazlıq. Biz bunu dünən bir Türkanla biraz danışdıq ki, bu кейsi qoyaq ya qoymayaq. Açıqcası görüntülər yoxdur. Sadəcə rapor bəzən bizə görüntü gəlmir də, ancaq rapor gəlir. Bu raporlardan baxaraqdan nə deyə bilərik deyə. Mən məsələn ilk buna belə bir əgər vaka ilə qarşılaşsam, şeyinə baxaram, nəbzinə baxaram. Nəbzi normal aralıqda, değil mi? Normaldır, çox bizi narahat eləmir. Və mən ilk Vmax-ına baxardım. Bu 1.9-un üzərindədirsə, demək ki, bir sorun var, değil mi? Araşdırmaya başlayardım. Min gradienti də 6-nın üzərində, yenə mənim üçün bir şey göstəricim. Onda yenə araşdırmaya başlayardım. pH 130, 200-200'ün üzəri, değil mi bizim üçün? Yəni 200'ün üzəridirsə daha rahatlıqla deyirik ki, burada bir obstruksiyon var, ya bir trombus oluşmuş. Tamam, doktor, bəs pH-yə görə hansı variantları çıxardınız burada? pH biraz pH çox variabildir məncə mənə görə. Çünki ölçməyi də onu düzgün ölçmək lazımdır da. Yəni ilk o dalğanı nə qədər netdir və s. Əgər 200-ün üzəridirsə bu mənim üçün obstruksiyanı göstərir. Ya trombus olmuşdur, ya panus olmuşdur. Artıq orada baxıram INR dəyərləri, əməliyyatın. Yəni təbii ki, əməliyyatdan 5 ay sonra gördüyüm bir qapaqda panus çox düşünmərəm. Yəni təbii ki, olur da bəzən çox erkən şeylər, amma daha çox trombus düşünürəm, amma 130-200 arası mənim üçün biraz gri zondur. Gri zonda olan şeyləri sevmirəm, çünki mənim uğraşdırmaq gərəkir. Amma 130'un altındadırsa, xüsusilə də hətta yəni tam 130 deyil, böyle 120'nin altında 110 görürəmsə, burada mən trombus və panus düşünmürəm. Yəni burada bir obstruksiyon yoxdur. Mən burada daha çox gələ bilərsən təzədən zəhmət olmasın. Tromboz düşünmərəm, stenozda düşünmərəm. Mən bu xəstədə mitral yetərsizliyi vardır. Elə düşünərdim. Çünki trikospit velositesi də artmışdır. Bu əlbəttə ki, bəlkə eski köhnədən qalan bir trikospit yetərsizliyi olur. Çünki bəzən cərrahlar mitral qapağı müdaxilə elində trikospitə çox müdaxilə etmirlər. Yəni və ya edirlərsə də yenidən trikospit yetərsizliyi qalır. Mən bu xəstədə daha çox protez yetərsizliyini düşünərdim. Bilmirəm, yəni pH-yə görə elə düşünərdim. Əslində Natavan doktor deyəcək yenə cədvəl. Asiya qaydalarında çox gözəl bir cədvəl var. Deməli, əhəmiyyətli protez mitral çatışmazlıq normal pH ilə. Əslində bizim göstəricilərimiz bu cədvələ çox uyur. Ona görə də ciddi protez mitral çatışmazlıq diaqnozu qoyuruq. Düzdür, yəni də deyirəm, bizim əslində məqsədimiz bu cədvəlləri əzbərləmək deyil. Sadəcə belə bir cədvəlin varlığını bilməliyik ki, bir şübhələnəndə baxaq görək bu göstəricilərdə, bu cədvəldə hansı göstəricilər var, bir-birinə nisbəti nə qədərdir. Elə deyil, Gülnar doktor. Yəni bu cədvəlləri çıxardıb ex otağın divarına yapışdırmaq məncə. Yaxşı olar, məncə yaxşı olar. Mən açıqcası şeyə baxmıram, bu VTI-ların şeyinə, VTI bölüləri var. Onlara çox baxmıram, çünki bəzən xəstələrdə kombinə qapaqları olur və ya məsələn ya çift qapaqdır, ya fərqli bir aort yetərsizliyi və s. vardır. Onlar da hepsi
bir şey olur da doğru ölçüm olmur. Mənim üçün ən əsası Vmax-dır, min qradiyentdir, pH-dir. Bunlara baxıram. Mitral qapaqda ağlıma taxılan hər hangi bir problemdə T, çünki T məncə mitral qapaq üçün yaradılıbdır. Ventrikul tərəfini transtorasikdə görürəm, atrium tərəfində və orada o genəldə indi artıq biliflet taxılır da, o kələbək gözləmə deyirik biz kəpənək. Onu gördüyüm yerdən 5 dərəcə, 10 dərəcə artıra sağ, sol T-də də, yəni clockwise, counterclockwise itməklə, çəkməklə mitral qapağı dəyərləndirmək çox məncə daha yaxşıdır. Nəinki bu parametrələrə çox. Açıqcası heç mənim ağlımda da qalmır bu mitrallə ilgili və mənim şeyimdədir. Çünki mən T-ni... Bir də bir şey deyim, o əvvəldən bizə öyrədirdilər ki, mitral qapaqda bubble'lar görəndə protez qapaq üstündə bu protez qapağın funksiyasının normal, yəni yaxşı olduğunu göstərir. Məsələn, amma keçənlərdə bir xəstə gəlmişdi, yəni qradiyent artışı falan da var idi, amma bubble'lar aydın görsənirdi. Yəni bu hər zaman belə doğrudurmu, yoxsa istisnalar olurmu? Bubble'lar görürük qapağın üzərində protez. Mən ona baxmıram. Elə bir şey yoxdur. Əgər elə bir şey varsa, bu tamamən normaldır və ya normal deyil, elə bir şeyə baxmıram. Və son guideline-larda heç sanıram belə bir şeydən bəhs edir. Yazılarda mən də rast gəlməmişəm, amma yəni həmişədən düzdür. Deyirlər, elə bir rezidentlik dönəmimizdə deyirlər ki, bubble'ları gördüsə, demək hər şey qaydasındadır. Bir də bu əslində axırıncı cədvəli bu yaxınlarda Fuad doktorun çox qəşəng bir protez qapaq seminarı var idi. O bu cədvələ toxunmuşdu. Çox xoşum gəlmişdi bu cədvəldən. Ona görə bunu yerləşdirdim, yəni məlumat olsun deyə. Keçək o birisi vakaya. 54 yaşlı xəstə 2 il əvvəl bypass pilus meveri əməliyyatı olunub. Efe 50'dir, PEM'in 3 mm, civestunu, heart rate 70, iniyer effektivdir, heç bir klinik şikayət qeyd etmir, sadəcə kontrol məqsədi ilə gəlib. Əslində bu vaka qoyma səbəbi nədir? İlk dəfə idi belə bir vaka görürdüm, ona görə qoydum, maraqlı gəldi mənə. Echo görüntülərində nə görürsünüz? İndi göstərəcəm. Tromb, vegetasiya, total chordal sparing. Total chordal sparing ilə meveri bu görüntüləri gəz. Görüntüləri zəhmət olmasa. Bir dəqiqə. Yəqin ki, burada bu hərəkət edən kütlələri görürsünüz. Tromba oxşuyurmuş kimi görsənir. Tromba da oxşuyur, vegetasiyaya da oxşuyur. Raporun olmasının önemli olduğunu gösteren bir vaka. Hiç beynimizi yormaya bilərdik eğer elimizde əməliyyat raporu olsaydı. Bunu cərrah yönləndirmişdi bizə. Biz dedik ki, yox, bu yəni şey deyil, ya tromba oxşuyur, ya vegetasiya oxşuyur. İniyer effektivdir, adam heç bir şikayəti yoxdur, çox yaxşı hiss edir özünü. Həm də qradiyent artışı da yoxdur, düzdür? Yox, heç nə yoxdur. Sadəcə bu vakanı qoymağım odur ki, bizim başımıza gələn hadisə. Biz dedik, yox, buna təzədən T olunmalıdır, bu vegetasiyaya da oxşuyur. Cərrah gəldi ki, bəs mən buna xordal korumalı meyvə. Hə, xordal qoruma ilə şey eləmişəm, meyvəli eləmişəm. O bəs sizin gördüyünüz o mitral qapağın bir neçə hissəsidir. Bu. Yəni öz qapağı qalıb, bəli, öz qapağı qalıb yerləşdirib. Bunun da səbəbi mən araşdırdım ki, Levenin sol məddəciyin efesinin çox düşməməsi səbəbilə belə bir şey ilə. Çünki xəstə bir dəfə arrest verib. Yəni rutin olaraq eləmirlər təbii ki də, amma Bəli, mən heç görməmişdim, nə yalan deyim, yəni belə bir vaka görməmişdim. Sonradan cərrah gəldi, bütün suallarımızın cavabını verdi. 52 yaşında qadın xəstə 20 il əvvəl meveri olunub, 30 yaşında. Tənginəfəsi şikayəti ilə müraciət etmişdir, iniyer effektivdir. Bir ay əvvəl pnevmoniya keçirib, Pmax 39, Pmin 19, pH 90, heart rate 70 vurğu bölünsün dəqiqədir. Xəstə bizə stak qapaq diaqnozu ilə gəlmişdi. Nəsə, stak qapaq diaqnozu ilə gəlmişdi. Burada Vmax-ını işarə eləməmişəm, amma düzgün xatırlayıramsa 2-nin üzəri idi. Görüntüləri görə bilərikmi? Tamam, göstərirəm.
transtorasik görüntüdür. Burada ilk görüntü dört boşluq görüntüdür. İlk nəzərə çarpan nədir sizcə? Paravalvulyar Aha, paravalvulları görsənir var. yəni. Tamam, bu qapağa biz baxanda xoda dedik ki, tamam, bu stak qapaq deyil. Çünki bu stak qapaq bunun pH-si də qısadır. Və dedik T eləyək. T-də üzərindəki kütlələri görürsünüz də yəqin ki. Aha. Başqa görüntü də var. Bir dəqiqə. Və burada bu posterior tərəfdəki okluderin necə hərəkət, analiz biti yuxarı aşağı necə hərəkət etdiyini yəqin hamı görür. Rocking motion'dur. Dehis ayrışmış. Aha. Buradan Ayrılma da dehisans. bəli, dehisansdan da paravalvular axını görəcəyindir. Bizim echoda gördüyümüz bu axındır. Aha. İnfeksiyon endokardit. Bir ay əvvəl pnevmoniya da keçirdib xəstə. Məsələn, bu xəstəni biz fluoroskopiyaya yönləndirsək əmin olmaq üçün bir şey görə bilərik, yoxsa burada artıq net görsənir? Burada net görsənir artıq, kütlələr də görsənir, həm də dehisans olduğu da görsənir. Əslində qapaq da heç stak deyil, tam tərsi hərəkətlidir. Bəli, səhv ona görə şey elədilər də, rayondan onu göndərmişdilər cərraha stak qapaqla. Amma bilmirəm niyə elə deyiblər, yəni anlamadım mən də. Ona görə biz də exosuna baxdıq, paravalvulyarı gördük. Xəstənin axırı redo əməliyyat. Redo, bəli, redo əməliyyata getdik. Yaxşıdır, əməliyyatdan sonra göstəriciləri də yaxşı idi. Rahat idi, yəni. Heç akut dönəmdə almağı sevmirlər, çünki doku, infektiv dokuya dikə bilmirlər qapağı. Çox güman akut deyildi, doktor. Çünki bu adam pnevmoniyadan yatıb xəstəxanada, bir ayda ortalıqda belə gəzib, diaqnoz qoya bilmirmişlər xəstənin, yəni rayonda. Ona görə belə bu vakamızda belə. Bu qədər. Yəni əslində bir gələ bilərsən də yenidən. Aha. Axırıncı görüntülər deyirsiniz? Yox, vakanın o yazılar olan yerə. Hə. Burada məsələn 20 il əvvəl MVR olması bizi biraz pannusa yaxınlaşdırır, deyilmi? Min qradienti də yüksək gördüyümüzdə çox uzun dönəm, yəni fibroz doku yaranıbdır deyə pannus düşünərdik, amma pH-si bəli, 90 altında bir kafamız karışardı ki, niyə 200-ün üzərində deyil, nəbzdə normal. İnərə effektivdirsə trombus çox düşünməliyik, amma İnərə effektiv, nə qədər effektiv? Yəni, bəzən 2 ayda bir baxdırırlar, İnərəsi normal, amma aralarda düşürmü deyə. Yəni, İnərə effektivdir deyə heç əsla trombus olmayacaq deyə də bir şey yox. Onu da məncə ağlımızdan hər zaman keçirməliyik. Və pnevmoniya keçirməsi də endokardit düşündürərdi. Endokardit yaranıb, ilk öncə əslində, sonrasında qapaq destruksiya olub deyə PVL yaranıbdır. Əslində, doktor, bu yaxınlarda belə bir xəstəmizdə var idi. Yəni, MVR olunan xəstə idi. Adam inerisi əlimizdə yox idi. Adamın yaxın vaxtlarda infeksiyon bir hadisəsi də yox idi. T-də amma infeksiyon endokardit oldu. Yəni, infeksiyon endokardit olduğu görünürdü xəstənin. Xəstəni cərrahlar götürdü. Cərrahlar götürəndən sonra, 1-2 gün sonra xəstə başladı ağciyər ödeminə girməyə və biz əvvəlki onun exosunda biraz posterior okuderdə rocking motion kimi bir hərəkət görürdük. Mən sonradan exosuna baxanda artıq anterior tərəfdə okuderdə də elə bir hərəkət gördüm. O vakanı qoya bilmədim. Kan kültürləri pozitiv idi hər halda. Qan kültürü pozitiv idi. O da maraqlı vakaydı ki, yəni biz baxanda posterior tərəfdə idi. Xəstə ağırlaşdı ağciyər ödeminə girəndə exoda anterior tərəfdə də bir hərəkətliyin artması görünürdü. Bir də son bir şey də demək istəyirəm. Bu protez qapaqlarında trombuslar genelde böyle hareketli olur. Yani görürük de mesela atriuma girip çıxar və ya ventrikula girip çıxar. Hareketli olur və kənarlardan adətən başlayır. Amma bioprotez qapaqlarda trombus sallanan olmaz.
Bioprotez qapaqlarda qalınlaşır qapaqlar. Onu əslində Bakterial trombotik endokardit kimi, Bəli, NBT gibi. Qapaqlar çox qalınlaşır. Sənin o vaka əslində oradakı o tabi vakan da Hə, tam bu çox gözəldir. KT-də çox gözəl görünür bu. T-də də əslində görünür. Gamze Hocada görmüşəm mən. Amma KT sanki daha gözəl göstərir. Yəni bəzən məsələn qradiyent artışı olur, amma qapaqları yəni normal kimi görən bir şey, hərəkətli bir şey yoxdur. Buna trombus bazen deməyə bilərik, amma yəni bioprotezdə qapaqlar qalınlaşır. Çünki bioprotez normal öz qapağımız kimidir. Yəni çox incə görməmiz lazımdır. Amma biraz qalınlıq varsa burada bir trombus yönündən baxmaq lazımdır. Bəzən bioprotezlərdə məsələn Coumadin ilk aşamalarda verilir. Yəni aslında önərilmir, amma bizim bilmirəm, mən biz koşu yolunda hep verirdik, ilk 6 ay bir Coumadinize eləyirdik. Mən hələ də eləyirəm. Bəzən Coumadini kəsəndən sonra, məsələn, bioprotez AVR edirsə və ya TAV edirsə, görürəm. Bəzən qradiyent artışları görə bilirəm, qapaq qalınlaşması görürəm, yenidən Coumadinə keçirəm. Yəni fərqli vakalar. Bioprotezlərdə, aynən. Əslində guideline 3 ay yazır, amma Türkiyədə Gamze Hoca da 6 ayın verməyin tərəfdarı idi ki, 6 ay vermək lazımdır, daha yaxşı olur. Biraz praktika ilə biz ona gəlmişdik, amma nə qədər şey, amma faydalı, əgər xəstənin bir qanaması yoxdursa 6 ay verilə bilər, yəni tövsiyə edirəm. Gözəl. Belə. Təşəkkür edirik. Çox sağ olun Türkan doktor. Çox sağ olun. Çox sağ olun Gülnar doktor, dəstəyiniz üçün, gözəl anlatım üçün. Hər ikinizə minnətdaram. Qoşulan həkimlərə də çox sağ olun. Sual var. Natavan sual var. Yəni chat bölməsində yoxdur da, belə gördüyüm qədər yoxdur, amma kimin sualı varsa mikrofon açıb verə bilər təbii ki. Zöhrə doktorun mikrofonu açıqdır. Bilmirəm suala görə. Təşəkkür eləmək üçün. Təşəkkür edirəm. Bu qədər. Çox sağ olun, var olun. Yaxşı ki varsınız. Sağ olun, siz də çox sağ olun.